Hər vaxt xeyir olsun, dəyərli treyderlər. Gününüz xeyirli olsun, bərəkətli olsun inşallah. Hal-hazır biz demək qızıla baxırıq və qızıl səhər saatlarında yəni az bir eniş nümayiş etdirdi. Az da deyil, 37 dollarlıq. Yenidən qalxdı. Biz alış əməliyyatları, birinci alış əməliyyatlarımız demək daha erkən idi, amma demək neçədə idi? Aşağılarda 4692, 79 və bizdə bu nöqtələrdən biz buy vermişdik və gəlir nəticələndik simvolik olaraq. Hal-hazırda biz gözləyirik ki, 4714-lərdən alışlar və 4728-lərə qədər. Yəni bu ümumi olaraq deyək ki, bazar biraz çox sabit. Trump da deməli Amerika prezidenti Çinə gedib və danışıqlar olacaq. Yəni bütün treyderlərin marağına səbəb olan odur ki, nələr baş verəcək. Əslində o söhbətlərdən neftin ucuzlaşması və qızılın bağlaşmasına gətirib çıxartmalıdır, amma yenə bazara baxmaq lazımdır. Çox ehtiyatlı olmaq lazımdır. Bugün satışlar demək 4667-lərdən gələcək. Alışlar artıq belə deyək də, yəni səhər saatlarında az bir şəkildə formalaşsa belə yenə təzyiq altındadır. Biraz ehtiyatlı olmaq lazımdır. Amma buradan çıxsa, uşaqlar, deməli sürətlə yuxarı doğru bu dəfə 4777-ləri keçəcək. Yəni təbii ki, dünən biz Telegram siqnal kanalında elan etdik ki, deməli qızıl hədəf 4848, gümüş isə deməli hədəf 91-dir. Gümüş, yəni dünən ən çox gəlir biz gümüşdən əldə etdik. Yəni gümüş 89-lara qədər qalxdı. Bugün alışlar 87-700-lərdən, satışlar isə 86-lardan gələcək. Euro dollar cütünə gəldə isə alışlar 1.17-200-lərdən, satışlar isə 1.17-lərdən. Funtun dollar rəqabətində alışlar 1.35 400-lərdən, satışlar isə 1.35 100-lərdən gələcək. Bitcoin də dünən satış əməliyyatları ilə qəşəng gəlirlərlə nəticələndi. Bugün alışlar 79 750-lər, satışlar isə 1.78 750-lər olacaq uşaqlar. Ethereum-a gəldikdə isə Ethereum-da da istəyirsinizsə sizə məlumat verək. Satışlar 2233-lərdən, alışlar isə 2274-lərdən gələcək. Təbii ki, bir çoxlar üçün maraqlı olan neftdir. Neft dünən alış əməliyyatları ilə erkən alışlardan dollar yarım gəlir verdi. Əsas alışlardan isə 1 dollar. Satışlar isə səhər, axşam günün ikinci yarısında 110-lardan gəldi. Bugün alışlar 109 30-lardan, satışlar isə 108 30-lardan gələcək. Belə, yəni biz təbii ki, gündəm olaraq, yəni qızılla gümüşdür. Hal-hazırda canlı olaraq biz əməliyyat paylaşdıq və gözləyirik ki, qiymət yuxarı doğru istiqamətə davam edirsə, amma əsas alışlar mərhələdən gəlir. 4700 var idi. Hal-hazırda, yəni bu nöqtələrdə, məsələn, kimsə risk edib, yəni bu nöqtələrdə buy aça bilər ki, yəni qiymət qalsa, amma təzyiq altındadır. Yəni dünən də gördüyünüz kimi bizdə alış əməliyyatları var idi. Yəni çoxlu buy əməliyyatlarımız var idi. Elə bu nöqtələrdən 4600-lərdən, 4704-lərdən və qiymət 4714 neçəyə qədər, yəni 15-ə yaxınlaşdı. Yəni sığorta ilə biz onu bağladıq və yeni əməliyyatları, satış əməliyyatları dünən bir satış əməliyyatları 10 dollarlıq gəlir verdi. Qalan alış əməliyyatlarımız hardasa 3, 5, 8, 9 dolları bir gəlirlə nəticələndi. Belə, hamıza uğurlar. Baxaq, bugün Amerikadan çıxan xəbərlər də var. Bu xəbərləri izləmək lazımdır. 16:30-da xəbərdən qabaq əməliyyat açmaq qadağandır. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.